Fəzilətlərə gələndə isə Peyğəmbər nə deyir? Peyğəmbər bir gün deyir, Mədinədə bir bağçada, bir bağda oturmuşduq deyir sahabe, Abu Musa deyir. Qapı döyüldü, bağa girən qapı. Dedi ki, deyir, get qapını aç. Qapını aç, deyir ki, cənnət əhlisən. Peyğəmbər bilir kim gəlir. Vəhiy gəlib Allah Teala. Deyir, kimdir qapını? Kimdir qapını? Deyir, Əbubəkir. Deyir, cənnətlə müjdəli Peyğəmbərimiz sallallahu. Əbubəkir girir, oturur, söhbət edirlər. Sonra qapı döyülür. Deyir, get qapını aç, onu da cənnətlə müjdələ. Deyir, kimdir qapını döyən? Deyir, Ömər ibn Xattab. Deyir, səni də müjdələdir. Gir içəri. Sonra qapı döyülür. Peyğəmbər deyir, get aç qapını. Ona deyir ki, deyir, cənnətə girəcəksən, amma böyük müsibətdən sonra. Subhanallah. Vəhiy nədir? Böyük müsibət nədir? Öldürülməsi. Xəlifə öldürülür Quran oxunan yerdə. Qapını açır, deyir ki, gördü ki, Osman ibn Affan deyir ki, Peyğəmbər cənnətlə müjdəlidir. Amma dedi ki, böyük müsibətdən sonra vaxtı olsun, deyir ki, Allah yardım eləsin. Bu müjdəydir. Baxın, Peyğəmbər Uhud dağına çıxır. Uhud dağına çıxanda neyini? Uhud dağı tərpənir. Ayağı ilə vurur, deyir ki, ey Uhud, sakit ol. Üzərində Peyğəmbər, Siddiq və 2 dənə şəhid var. Siddiq kimdir? Əbubəkir. 2 şəhid kimdir? Ömər ibn Xattabla Osman ibn Affan. Həmçinin bax, mələklərin ondan utanması. Ayşə radiyallahu anh deyir ki, bir gün Peyğəmbərimiz sallallahu əleyhi və səlləm uzanmışdı evdə, ayağı açıq idi. O paltar giyilləri, baldırı açıq idi. Əbubəkir girdi, danışdılar filan, ehtiyacları çıxdı, getdi. Ömər ibn Xattab girdi, danışdı, çıxdı, getdi. Sonra Osman gələn kimi ayağını örtdü. Çıxan sonra dedi ki, Allah Rəsulü. Əbubəkir gəldi, yəni atam örtmədi. Ömər ibn Xattab gəldi, örtmədi. Osman gələndə bunu niyə görə etdin? Deyir ki, mən necə həya etməyim ki, deyir, o insandan mələklər həya edir. Subhanallah. Baxın, yəni həya nə iləndir? İman, bağlılıq, həyalı, ədəbli insan olması. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir gün sahabə ilə dayanır, Osman ibn Affan isti vaxtı başını belə bağlayıb bir şeylə keçir. Peyğəmbər deyir ki, deyir, bu deyir başını bağlayan deyir, məzlum olaraq şəhid olacaq. Sahabə baxdım, gördüm ki, Osman ibn Affan. Arxadan gəlib baxıb görüm kim gördüm Osman ibn Affandır. Subhanallah. Arxadan gəlib sürüb baxıb görsən kimdir bu? Deyir ki, bu məzlumdur, şəhid olacaq. Subhanallah. Onun Peyğəmbər deyir ki, bir gün gəlir çağırır evinə, çəkir kənara deyir ki, münafiqlər səndən deyir, paltarını çıxarmaq istədilər, vermə paltarını. Paltar nə işarətir? Xəlifəyə, xəlifəliyə. Sona qədər, ey Osman, sabit ol, amma paltarı çıxartma. Sonuna qədər, mənimlə görüşənə qədər, subhanallah. Bu öz nə idi? Xəlifəliyə işarət. Həmçinin, baxın, Əbubəkir Siddiqin vaxtında əməlləri. Yəni, Osman ibn Affan deyəndə həqiqətən də imkanlı insanlar var ki, cənnəti qazanmaq istəyirlər və yaxud da ki, simic insanlar üçün ən böyük ibrət kimdir? Osman ibn Affan.